Salam. Belə bir sual paylaşmışdıq. Verilmiş cümlə ilə bağlı fikirlərdən ikisi doğru yanlışlığına görə digərlərindən fərqlənir. Cümlə də belədir ki, əslində hər birimizin 2 dəqiqəlik ömrü qalıb. Amma aldığımız hər nəfəs taymeri yeniləyir. Kim sualla tanış deyilsə, əvvəlcə suala baxsın, cavabını müəyyənləşdirsin. Daha sonra keçək bizim izaha və cavaba. Deməli, izah edirəm sualı. Verilmiş cümlə ilə bağlı fikirlərdən ikisi doğru yanlışlığına görə digərlərindən fərqlənir. Gördüyünüz kimi burada 5 dənə fikir var. Bu 5 fikirdən 3'ü 1'dir, ikisi 1'dir doğru yanlışlığına görə. Amma bilinmir. Biz doğruları tapmalıyıq, yoxsa yanlışları. 2 dənə olanı tapmalıyıq. Əslində hər birimizin 2 dəqiqəlik ömrü qalıb, amma aldığımız hər nəfəs taymeri yeniləyir. Tərəfləri bağlayıcı ilə əlaqələnən tabeli mürəkkəb cümlədir, yanlışdır. Bu tabisiz mürəkkəb cümlədir. Tabelilik əlaməti yoxdur burada və həmçinin mürəkkəb cümlə olduğunu da deyim. Bəzən tələbələr deyir ki, hər ikisi bizə aiddir. Bizə aid olması önəmli deyil. Bizə qrammatik baxımdan nə maraqlıdır? Xəbər var, burada qalıb. Hər birimizin 2 dəqiqəlik ömrü. Burada da yeniləyir, nəfəs. Hər birinin öz mübtəda xəbər var. Deməli, bu tabisiz mürəkkəb cümlədir. Daha doğrusu A yanlış. Sadə cümlədir. Bu fikir də yanlışdır. Dediyimiz kimi tabisiz mürəkkəb cümlədir. Fe'li sifət tərkib yaratmamışdır. Aldığımız tərkib yaradıb mı? Xeyr. Amma sözü də əvvəlində, amma söz birləşməsinin belə deyək, tərəfi olmur. Deyə bilərsiniz ki, aldığımız sözü burada təyin kimi işlərin nəfəsə aiddir. Doğrudur. Amma bu, onun tərkib yaratması demək deyil. Tərkib nə vaxt yaradır? Özündən əvvəlki sözü özünə tabi edib, birlikdə cümlə özü olanda tərkib yaradır. Özündən sonrası ilə işi yoxdur. Tərkib yaratmaq baxımından. Deməli, tərkib yaratmamışdır fikrim. Doğrudur. Tamamlıqlardan biri müəyyən təsirli hallı sözlə ifadə edilmişdir. Burada taymeri sözü tamamlıqdır və müəyyən təsirli hallı sözlə ifadə olunmuşdur. Amma biz bu fikri doğru götürə bilmərik. Niyə? Burada neçə dənə tamamlıq var? Bir dənə. Taymeri. Başqa tamamlıq görürsünüzmü burada? Xeyr. Əgər cümlədə bir tamamlıq varsa, siz necə deyə bilərsiniz ki, tamamlıqlardan biri filan şeydən ifadə olunur. Məsələn, müəyyən təsirli hallı. Bu ifadə yanlış da, doğrudurmu? Məsələn, real həyatda tutaq ki, kiminsə bir oğlu var. O desə ki, sizə, mən oğullarımdan birini bugün dərsə aparmışdım. Siz deyəcəksiniz ki, necə ki oğullarımdan birini? Sizin axı bir oğlunuz var. Oğullarımdan birini niyə deyirsiniz ki? Yanlış deyir də. O saat siz buna reaksiya verəcəksiniz. Burada da həmin şeydir. Yəni cümlədə bir dənə tamamlıq varsa, mən deyirəmsə ki, tamamlıqlardan biri. Siz avtomatik deməlisiniz ki, yanlış dediniz. Düz deyil bu. Deməli, qeydəki fikir yanlışdır. Təyinin quruluşa yalnız bir növünə aid nümunə işlənmişdir. Hər birimizin 2 dəqiqəlik ömrü. Bunlar hamısı birlikdə mübtədadır və biz burada yalnız sadə təyin görürük, mürəkkəb təyin görmürük. Eyni də götürdük, doğru. 3 dənə yanlış oldu, 2 dənə doğru. Doğrular hansılardır? C ilə E. C ilə E hardadır? B variantında. Düzgün cavab oldu B.